Bizdə belə bir sual verilib. Sualda deyilir ki, 0-dan 7-yə kimi çoxluğun elementlərindən istifadə etməklə cüt rəqəmlə başlayan və rəqəmləri təkrarlanmayan neçə 4 rəqəmli tək ədəd yazmaq olar? Təsəvvür edin ki, bizim hər hansı 4 rəqəmli bir ədədimiz var və şərtdə qeyd edilib ki, bu ədəd cüt rəqəmlə başlasın. Baxın, bu hissədə qeyd olunub. Əgər ədədimiz cüt rəqəmlə başlayırsa, ilk öncə bilməliyik ki, bizim bu ədədimiz 0-dan başlaya bilməz. Yerdə bizim 6 halımız var. Amma bizə cüt rəqəm tələb olunur. Onda ədəd nə ilə başlamalıdır? 2, 4 və 6 ilə başlaya bilər. Yəni bizim 3 seçim imkanımız var. Daha sonra deyir ki, rəqəmləri təkrarlanmayan tək ədəd. Ədədin tək olması üçün nə olmalıdır? Bu ədədin sonu tək rəqəmlə bitməlidir. Bu nə ola bilər bizdə? 1, 3, 5 və 7 ola bilər. Neçə seçimimiz var? 4 dənə seçimimiz var. Mən indi ortada qalan bu iki xanaya istənilən bir rəqəm yaza bilərəm. Amma mən burada 2 dənə rəqəm istifadə etmişəm. Yerdə neçə rəqəm qalır bizdə? 6 dənə rəqəm qalır. 8 dənə var idi. Rəqəmləri təkrarlanmayan dediyinə görə 8 dənəsindən ikisini istifadə etmişəm. Deməli 6 dənə rəqəm qalıb. Onda mən ikinci yerə neçə dənə rəqəm seçə bilərəm? 6 dənə seçə bilərəm. Amma mən bura 6 yaza bilmərəm. Niyə yaza bilmirəm? Ümumi seçim imkanımız 8 rəqəm arasından seçilir. Mən 3 dənə seçmişəm. Yerdə neçə dənə qalır? 5 dənə qalır. Alınan bu ədədləri bir-birinə vuraram. 3 vur 6 vur. 5 vur 4. Bizdə bu neçə verir? 18 vur 20. Yəni 360 verir.